Aparıcı Zaur Kəmalın sosial şəbəkələrdə bir xanımla yayılmış fotosu müzakirələrə səbəb olub. Oxu24.com xəbər verir ki, fotoda aparıcının xanımın çiyninə əlini qoyması bu söz-söhbətin yaranmasına səbəb olub. Fotonun şərh bölməsində izləyicilərdən biri "Nəsə burnuma gizli sevgi qoxusu gəlir" şərhini yazıb. Qeyd edək ki, fotodakı xanım gənc ifaçı Türkanə Kərimlidir. İfaçı sözügedən fotoya insanın qəlbinə yavaşca toxunan insanlar var. Zaur onlardandır şərhini yazıb və aparıcını bu fotoya etiketləyib. Qeyd edək ki, Zaur Kəmalın 2 oğlu var. Onların adları Bartu və Rüstəmdir. Bartu atası ilə birlikdə ARB kanalında veriliş aparır. Həmçinin o, Bakı Dövlət Universitetinin tələbəsidir.